Salam, sizi TV1 ekranlarından salamlayıram. Günün əsas xəbərlərini izləyirsiniz. Prezident İlham Əliyev Bangladeş Xalq Respublikasının prezidenti Zati Aliləri cənab Məhəmməd Şahabuddinə Milli Bayram münasibəti ilə təbrik məktubu ünvanlayıb. Milli Məclisin sədri Sahibə Qafarova Çin Xalq Respublikasına işgüzar səfəri çərçivəsində Asiya üçün BOAO forumunun illik konfransında çıxış edib. Milli Məclisin sədri çıxışında müasir beynəlxalq arenada Çinin artan roluna diqqət çəkərək deyib ki, Çin bugün beynəlxalq münasibətlər sistemində mühüm və konstruktiv rol oynayır. Azərbaycan və Çin münasibətlərindən danışan Milli Məclisin sədri deyib ki, ortaq baxışlar ölkələri bir-birinə yaxınlaşdırır. Onun sözlərinə görə gələn il Azərbaycan ilə Çin arasında diplomatik münasibətlərin qurulmasının 35 illiyini qeyd etməyə hazırlaşdığımız bir vaxtda bu münasibətlər artıq yeni səviyyəyə yüksəlib. Beynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri başlayır. Bugündən Nomadmaniya klubunun təsisçisi və rəhbəri, Yunan əsilli Böyük Britaniya vətəndaşı Harry Mitsidisin başçılığı ilə dünya miqyaslı beynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri başlayır. Heyətə 37 ölkədən 79 nəfər səyyah daxildir. Bu isə sayca indiyədək Qarabağ və Şərqi Zəngəzura səfər edən beynəlxalq səyyahların ən böyük qrupudur. Nomadmaniya yer kürəsini 1301 bölgəyə ayıraraq reyting cədvəli müəyyən edir. Harry Mitsidis bu 1301 bölgənin hamısında olmaqla hazırda dünya üzrə birinci yerdə qərarlaşıb. Nomadmaniya illik toplantısını da ilk dəfə Azərbaycanda keçirib. Bu səfər işğaldan azad edilmiş ərazilərin Black Turizm çərçivəsində tanıdılması və aparılan geniş miqyaslı quruculuq, bərpa işləri ilə tanışlıq üçün müstəsna əhəmiyyət daşıyır. Dünyanın əsas səyyah klublarının xətti ilə 2020-25-ci illərdə Qarabağ və Şərqi Zəngəzura 15 dəfə beynəlxalq səyyahların səfərləri təşkil edilib. Bu, sayca 16-cı səfərdir. Beynəlxalq səyyahlar əvvəlcə Ağdam şəhər Cümə məscidi ilə tanış olublar. Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşı onlara məscid haqqında məlumat verib. Beynəlxalq səyyahlar Qarabağa və Şərqi Zəngəzura səfər çərçivəsində Xocalı soyqırımı memorialı ilə tanış olublar. Səyyahlara Xocalı faciəsi və Xocalı soyqırımı memorialı haqqında məlumat verilib. İrana humanitar yardım aparan Rusiya Fövqəladə Hallar Nazirliyinin yük qatarı Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Qaradağ stansiyasına çatıb. İrana humanitar yardım aparan Rusiya Fövqəladə Hallar Nazirliyinin yük qatarı Qaradağ stansiyasına daxil olub. Əsasən dərman vasitələrindən ibarət olan humanitar yükün ümumi çəkisi 300 tondan çoxdur. Yükün daha sonra İran ərazisində təyinat nöqtəsinə avtomobil nəqliyyatı vasitəsilə çatdırılması planlaşdırılır. Xatırladaq ki, martın 12-sində Rusiya Fövqəladə Hallar Nazirliyi tərəfindən göndərilən çəkisi 13 tondan artıq olan dərman və tibbi ləvazimatlardan ibarət humanitar yardım da Azərbaycan ərazisindən tranzit keçməklə İrana yola salınmışdı. Ağdam rayonunun Yusifcanlı kəndi ərazisində mina partlayıb, kənd sakini xəsarət alıb. Ağdam rayonunun Yusifcanlı kəndi ərazisində martın 26-sında baş vermiş mina hadisəsində 1985-ci il təvəllüdlü kənd sakini Abbasov Ceyhun Firdovsoğlu keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə mina partlayışı nəticəsində sol ayağından xəsarət alıb. Bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Mina Təmizləmə Agentliyinin mətbuat xidmətlərinin yaydığı birgə məlumatda qeyd olunub. Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır. Mina Təmizləmə Agentliyi, Daxili İşlər Nazirliyi və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır, deyə birgə məlumatda vurğulanıb. Minaya düşən Ceyhun Abbasovun sol ayağının dizdən aşağı hissəsi amputasiya olunub. Xaçmaz şəhəri Bakı küçəsində yol nəqliyyat qəzası baş verib. Daha ətraflı sujetdə. Məlumatla əlaqədar hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin xilasediciləri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, Ford və Haval markalı minik avtomobillərinin toqquşması nəticəsində yol qəza hadisəsi baş verib və Haval markalı minik avtomobilində sərnişin sıxılı vəziyyətdə qalıb. Xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrinin köməyi ilə avtomobildə sıxılı qalan 1962-ci il təvəllüdlü sərnişin xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. İndi isə xarici xəbər blokuna keçiləcək. İraqda İran tərəfindən dəstəklənən silahlı qruplaşmalar ölkədə ABŞ vətəndaşlarına və ABŞ-la əlaqəli hədəflərə qarşı hücumlar həyata keçirir. TV1 xəbər verir ki, bu barədə ABŞ-ın Bağdaddakı səfirliyinin məlumatında bildirilir. Səfirlik ABŞ vətəndaşlarına İraqı dərhal tərk etməyi, həmçinin İraq hava məkanında raket və pilotsuz uçuş aparatları ilə bağlı davam edən risklər səbəbindən Bağdaddakı səfirlikdən və Ərbildəki konsulluqdan uzaq durmağı tövsiyə edir.
İran İslam İnqilab Keşikçilər Korpusu Amerika Birləşmiş Ştatlarının bölgədəki hərbi bazaları və İsraildə müxtəlif hərbi mövqeləri atəşə tutub. Bu barədə İran İslam İnqilabı Keşikçilər Korpusu məlumat yayıb. Məlumata görə, bugün səhər Doğru və 4 əməliyyatının 82-ci mərhələsi həyata keçirilib. Qeyd edilir ki, kamikadze puaları ilə həyata keçirilən əməliyyatda MQ-9 puaları anqarı, PEK idarəetmə vasitələri, Patriot radarı atəşə tutulub. Londonda Yahudi Xeyriyyə Təşkilatına məxsus 4 təcili yardım maşını yandırılıb. TV1 BBC-yə istinadən xəbər verir ki, London polisi bildirib ki, təcili yardım maşınlarını yandırmaqda şübhəli bilinərək həbs edilən 2 nəfər zaminə buraxılıb. Londonun şimalında böyük Yahudi icması kimi tanınan Golders Green ərazisində Hatzalah təcili yardım maşınları yandırılıb. Hadisə antisemit nifrət cinayəti kimi araşdırılır. Polis Londonda 2 şəxsi həbs edib. Hər ikisinin Britaniya vətəndaşı olduğu bildirilir. Həmçinin qeyd edilib ki, polisin əlində 3 nəfərin iştirakını göstərən görüntülər də var və araşdırmalar davam etdirilir. Türkiyəyə məxsus Altura xam neft tankeri Qara dənizdə dronla vurulub. Hadisə zamanı güclü partlayış baş verib. Gəminin göyərtəsində və körpü hissəsində zədələnmə qeydə alınıb. Ciddi fəsadlar nəticəsində gəmiyə su dolub. Gəmidəki 27 nəfər Türkiyə heyətinin vəziyyətinin yaxşı olduğu qeyd olunub. Hadisə ilə bağlı ilk açıqlamanı Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu verib. Neft tankerinə dron hücumu qəsdən törədilib. Tankerin dəniz dronu ilə vurulduğunu düşünürük. Çin eyni daşıyıcı raketlə orbitə 2 məsafədən zondlama peyki çıxarıb. Peykləri orbitə aparan uzun yürüş 2D raketi Pekin vaxtı ilə səhər saat 6:51-də Şensi əyalətindəki Taiyuan məntəqəsindən buraxılıb. Raket Sway Gaojing 205 və Sway Gaojing 06 peyklərini planlaşdıran orbitə yerləşdirilib. Çin Aerokosmik Elm və Texnologiya Korporasiyasının məlumatına görə, törəmə müəssisə olan Şanxay Kosmik Uçuş Texnologiyaları Akademiyası tərəfindən hazırlanan peyklər yüksək dəqiqlikli radarlarla təchiz olunub və təbii sərvətlərin idarə edilməsi, ictimai təhlükəsizlik, fövqəladə hallara cavab, dəniz monitorinqi kimi əməliyyatlar üçün məlumat toplanması məqsədi ilə istifadə olunacaq. Qeyd edək ki, bu uzun yürüş seriyasının 63-cü raket buraxılışı olub. Hündürlüyü 40,6, diametri 3,35 metr olan uzun yürüş 2D raketi 251 ton qaldırma gücünə malikdir. Yaponiyanın Osaka prefekturasının Kumatori şəhərindəki 8 məktəbdə 633 şagird və işçi qidadan zəhərlənib. Zəhərlənmə halları martın 19-dan başlayıb. Məktəblərin şagird və işçi heyətində ishal və qusma da daxil olmaqla ardıcıl olaraq simptomlar yayılıb. Eyni virus şəhərdəki bütün ibtidai və orta məktəblərə günorta yeməyi üçün çörək tədarük edən şirkətin işçilərində də aşkar edilib. İctimai Səhiyyə Mərkəzi epidemiyanın çörəkdən qaynaqlandığını müəyyən edib. Çörək istehsal edən müəssisənin fəaliyyəti 5 günlük dayandırılıb. Cüdo üzrə Azərbaycan millisinin aprelin 16-sından 19-na qədər Gürcüstanın paytaxtı Tbilisidə böyüklər arasında keçiriləcək Avropa çempionatı üçün ilkin heyəti açıqlanıb. İlkin siyahıya 9 kişi və 6 qadın olmaqla ümumilikdə 15 cüdoçu daxil edilib. İndi isə hava haqqında məlumatla tanış olaq. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında ara bir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Havanın temperaturu gecə 7-9 dərəcə isti, gündüz 11-13 dərəcə isti olacaq. Sizinlə mən idim, Ayan Hüseynli. Sağ olun. Xroniki yorğunluq, oynaq ağrısı, həzm problemləri, yuxusuzluq, stresiniz varsa, o zaman Palm Garden Ayurveda otelində müalicəyə başlayın. Sizi Panchakarma Ayurveda proqramına dəvət edirik. 30 illik təcrübəsi olan həkim tərəfindən nəbzinizi yoxlamaqla diaqnozunuzu biləcəksiniz. Sizə xəstəliyinizin kökünə yönəlmiş fərdi müalicə proqramı təyin olunacaq. Məsləhətləşmədən sonra bədəninizi toksinlərdən təmizləməyə kömək edən fərdi qidalanma menyusu və Ayurveda prosedurları seçilir. Bu da bədənin cavanlaşmasına və bərpasına kömək edir. Bu sadəcə istirahət deyil, sağlamlığınıza bir sərmayədir. Sri Lanka, Ahangama, Palm Garden Ayurveda Resort.
Yalnız bir gün, aprelin 18'inde Heydər Əliyev Sarayında Türkiye'nin məşhur müğənnisi Çelik tam yeni musiqi proqramı və möhtəşəm şousuyla Bakıda. Ritmi hiss et, bu gecəni qaçırma. Biletlər iTicket.azda. Dertleri